rəngkaram. Rəngkarlıq məktəbini oxumuşam. Əzimzadəni oxumuşam. Özüm tarixi çox sevirəm. Və tarixi Azərbaycan incəsənəti onlardan biri, yəni ki, miniatürdür. Miniatür mənim üçün, yəni ki, əlçatılmaz bir sənətdir. Çox gözəl, çox incə bir sənətdir və oradakı süjetlər mənim çox xoşuma gəlir. Yəni ki, necə, hansı rənglərdən istifadə olunub, hansı motivlər var və təbii ki, oradan da götürmüşəm. Amma bəzi şeylər misal üçün şuuraltıdır. Mən özüm Rəssamlıq Akademiyasında teatr fakültəsində oxumuşam və hiss eləmək olar ki, mənim işlərimdə elə bil ki, səhnədir, teatrlıq var. Məsələn, mən çəkə bilərəm buludlar hansı ki, ipin üstündə asılıb, yaxud dəniz tam dəniz kimidir, ulduzlar hansı ki, bir-bir elə bil ki, kesilib. Eyni şeylər misal üçün miniatürlərdə də var. Misal üçün orada stilizasiya biraz başqa cürdür. Ondan əlavə mən xoşlayıram çərçivələr. Miniatürlərdən götürdüyüm bir şey də odur ki, əsər haçan ki, çərçivədən kənara çıxır. Bu elementlər təbii ki, mənim işimdə var. Yəni ki, teatrlıq, hardasa illüstrativlıq, mən ona fiqurativlıq deyərdim, çünki yəni fiqurativ sənətdir. Və təbii ki, miniatürdən. Bu üç dənə şeyi mən təbii ki, birləşdirmişəm rəngkarlığın içində. Mən detallar sevirəm, elementlər sevirəm. Mən elementlərə fikir verirəm və istəyirəm ki, mənim də əsərlərimdə elementlər eyni cür detallı görsənsin. Çünki mən puzzle kimi işləyirəm. Misal üçün, iş yoxdursa, tamamilə təsəvvür edin ki, ancaq qələmlə çəkilib də. Mən bunu işləmişəm. Sonra misal üçün ağacları işləmişəm. Sonra misal üçün fonu işləmişəm, sonra axırda buludları işləmişəm. Sonra buludları işləmişəm, sonra misal üçün bu detalı işləmişəm. Yəni ki, işin prosesində gəlib görə bilərsiniz ki, tikə-tikədir. Nəsə var, nəsə yoxdur. Mən hamısını işləmişəm, saçını indi işləyirəm. Mən əllərini, ayaqlarını işləmişdim, parçasını işləməmişdim. Yaxud öküzü işləmişdim, fonu işləməmişdim, onu sonra işləmişəm. Yəni ki, biraz belə şeylərlə işləyirəm mən. Elə bir ki, puzzle kimi, hissə-hissə hamısı. Rutin də amma mənə darıxdırmır da, mənim özümə maraqlıdır. Hə, təbii ki, adam hərdən istəyir, çıxsın, getsin, dincəlsin. Məsəl üçün, mən bu rəngi vurmuşam bura. Mən indi geriyə gözləyim ki, bu tam qurumamış üzərindən işləyə bilim. Bir də görürsən, səhər çıxırsan, axşam gəlib görürsən ki, biraz çox qurudur. Artıq işvə yaramır. Bu tam qurusa, mən bunun portretini işləyə bilməyəcəm. Çünki mən işlədiyim fırça, yəni mən sizə göstərim fırçalarımı, mən bunlarla işləyirəm. Bunu ilə işləyirəm, bunu ilə işləyirəm, bu ilə işləmirəm. Bu ilə istədim ağac eləyim. Miniatür oxşasın ki, bunu ilə işləyirəm. Baxın. Bunu ilə işləyirəm. Ən böyük fırça hansı ki, mən burada istifadə eləmişəm, o da ki, budur. Və nazik fırça ilə çox yağlı iş olanda işləmək mümkündür. Çox quruyanda da mümkündür. Hər şey məni ilhamlandırır. Yoldaşım, mən onu çox sevirəm. O çox əsərlərimdə tapa bilərsiniz. Onun portretini çox vaxt işləyirəm. Mən Azərbaycan mədəniyyətini çox sevirəm. Çalışıram mədəniyyətdən hansı elementləri göstərim. Tarix sevdiyimə görə Aziya ilə Azərbaycanın ortaq şeylərini axtarıb tapıram. Mənə biraz da maraqlı gəlir, çalışıram onları göstərməyə. Mən şəhərimizi sevirəm, memarlığı çox sevirəm. Misal üçün, gedib evə meyvə almaq istəyirəmsə, mən dayanıb baxa bilərəm ki, necə qəşəng. Misal üçün, almanın biri düşüb, belə qəşəng görürsən, çıxardıb telefonuna şəkilimi çəkim ki, yadımda qalsın. Yəni ki, ilhamlandığım şeylər çoxdur. Misal üçün, Wes Anderson kinoları xoşuma gəlir. Misal üçün, mən simmetriyanı sevirəm. Mən cəlb edir. Mən baxanda deyirəm ki, ideal. Rənglər, kolorit, simmetriya, personajlar hamısı işlənilib. Var idi, Parajanov var. Misal üçün, onun kinoları çox gözəldir.
kinoları çox sevirəm. Çünki orada gözəl kadrlar var. Adam hərdən istəyir kinonu saxlayıb sadəcə otursun, bir dənə kadra baxsın ki, hamısı orada necə yerləşdi. Mənim atam mühəndisdir və onda mühəndis beynidir. Yəni ki, düşünəndə hər şey xırdalığına qədər, millimetrə qədər hər şeyi biləndir. Eyni cürdə anam da rəssamlıq oxuyub və memar mühəndisdir. Ona görə mən düşünürəm ki, o mühəndislik məndə yetərincə var. Mən işləyəndə sistematik çox işləyirəm. Mən bilirəm ki, nəyi nədən sonra işləyəcəyəm, nədən sonra nə gələcək, neçə vaxtda mən bunu bitirəcəyəm. Mənim yoldaşım dizaynerdir. Mən ona deyirəm ki, bəs mənim hərdən paxıllığım tutur sənə ki, sən notebooku götürüb gedib kafedə oturub işləyə bilərsən. Çünki deyirəm mən malberti götürüb gedib kafedə qoya bilmirəm. Mənim işim bundan asılıdır. Onun üçün məndə hərdən olur ki, həftədə bir kərəm evdən çıxıram. İşim prosesdədirsə, mən işimdən asılıyam. İşimi qutarana qədər mən maksimum ən çox vaxtımı burada keçirdirəm. Otururam, işləyirəm. Hamısı xırda fırça ilə işlənilən şeydir. Mən geri öncədən bütün detalları fikirləşim ki, sonra mən onu işləyəndə artıq dəyişikliyə yer olmayacaq orada. Adlar və əsərlər yaxşı mövzudur. Bəzi əsərlər adlara görə yaranır. Bəzi isə məsəl üçün olur ki, süjetlər hansı rəsm çəkmişəm və bizdə evdə ailə soveti artıq əmələ gəlir. Mənim yoldaşım, mənim ən böyük köməkçimdir. O barədə biz otururuq, yaxşı-yaxşı müzakirə edirik. Hərdən olur ki, hansısa bir ad olur və ona uyğun bir iş işləyirəm, amma çox vaxtı iş çəkilir və sonra olar ki, demək 2 gün, 3 gün oturulub fikirləşilir ki, bunun adı nə olmalıdır? Çünki məncə ad işə yaraşmalıdır da. Mən xoşlayıram ki, rəsm əsərində gözəlliyindən, incəliyindən əlavə hansısa bir sakitlik olsun. Yəni ki, çox dinamika sevmirəm hansısa bir əsərdə görəndə. Əgər mən çəkdiyim hansısa qəhrəman düz baxırsa, kətandan adamın gözünün içərisinə, o biraz o qədər də çox xoşuma gəlmir məsəl üçün hər elementlər. Onun üçün çalışıram ya gözü yumulu göstərməyə, yaxud harasa baxırlar, yaxud fikirlidirlərsə, bilmirəm, mənə hardasa yaxındır o. Mən düşünürəm ki, o hardasa işdə sakitlik verir. Mən özümü o qədər sakit insan adlandırmaram, düzün deyim, amma iş hardasa sakitlik verməlidir adama. Ona görə yəqin ki, mən bunu istifadə edirəm orada. Cinləri işləyirəmsə, onlar daha şıltaq bir məxluq kimidirlər. Neysə oğrayırlar, hardasa gizləniblər, hardansa baxırlar, yaxud insandan qorxurlar. Mən uşaqlıqda oturub kağızda şəkil çəkim. Uşaqlar necə hamı 2 yaşında, 3 yaşında başlayır nəsə cızma-qara eləməyə. Mən elə 3 yaşından necə çəkmişəmsə, mən indiyənə qədər də hər gün oturub nəsə bir cızma-qara eləyirəm. Vərdişə çevrilib. Yəni, o vaxtda misal üçün çətin idi, çox şey yox idi, özü bir sovet tapılmışdı, cəmaət az pul qazanırdı. Amma mənim kağızımla qələmim həmişə var idi.